Körpə beynin yumuşaq olduğu ilk illərdə, xüsusilə ilk 3 ildə körpə ətrafından hər şeydən, ümumiyyətlə valideynlərinə hər şeydən impulslar, informasiyalar alır. Məsələn, körpə gərgində ağrıyan yeri var, narahatdır. Körpənin anası körpənin qucağına götürür, ona nəvaziş göstərir, ona sevgisini bildirir. Bu informasiya formasında beyinə ötürülür ki, mənə qarşı həssasdırlar, mənə kömək edirlər. İrəliyə doğru bu körpədə empati hissinin formalaşmasına gətirib çıxarır. Və yaxud başqa bir misal, körpənin gərginliyi var, ana götürür qucağına oxşayır. Həssas analar hiss edir ki, körpənin aclığı var və körpə dərhal yedizdirir. Körpənin beyninə bu informasiya ötürülür ki, mənim bütün ehtiyaclarıma qarşı valideynlərim həssasdır, mən ehtiyaclarımı dərhal ödəyirlər. Bu da irəliyə doğru körpədə çevrəmdəkilər mənə qarşı diqqətli və şəfqətlidirlər, mən onlara güvənə bilərəm. Bu haqda və geniş informasiyanı Xoşbəxt Övlad Böyüdək Nə etməli kitabından ala bilərsiniz.